Bakının Xətai rayonunda 40 yaşlı kişi keçmiş nişanlısını döyüb. Hadisə Məhəmməd Hadi küçəsində yerləşən Adem Pub restoranının qarşısında baş verib. 1986-cı il təvəllüdlü alim ifadəsində bildirib ki, Vüsalə ilə münasibətləri ciddi xarakter alıb. Ailələrinin razılığı ilə nişanlanıblar. Lakin sonradan tez-tez yaranan mübahisələr səbəbindən ayrılıblar. Onun sözlərinə görə hadisədən əvvəl Vüsalənin avtomobilini başqa bir şəxs də görüb. Həmin şəxs Vüsalə ilə təxminən 10 gündür tanış olduğunu deyib. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub. Alim bildirib ki, hadisə günü Vüsaləni izləyərək Xətai rayon ərazisində yerləşən Adem Pub'ın qarşısına qədər gəlib. Burada qadının taksidə olduğunu görərək sürücüdən qısa söhbət üçün icazə istəyib. Taksi sürücüsü marketə gedəndən sonra o avtomobilin arxa oturacağında Vüsalənin yanına əyləşib. Söhbət zamanı tərəflər arasında yenidən mübahisə yaranıb. Alim qadının saçından tutaraq onu avtomobildən çıxarmağa çalışdığını, daha sonra isə bir neçə dəfə üzünə yumruq vurduğunu etiraf edib. Zərər çəkmiş Vüsalə də ifadəsində bildirib ki, həmin gün tanışları ilə istirahət etmək üçün Adem Pub restoranına gedib. Restoranın qarşısında keçmiş nişanlısının avtomobilini görərək taksidən düşməkdən imtina edib. Daha sonra alim taksiyə minərək onu döyüb. Məhkəmə araşdırması zamanı məlum olub ki, tərəflər sonradan barışıblar və dəymiş zərər ödənilib. Xətai rayon məhkəməsinin qərarı ilə amnistiya aktı tətbiq olunub. Alim cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilib.